Bismillahirrahmanirrahim. Esselamu aleykum və rəhmətullahi və bərəkətuhu. Əziz və hörmətli bacı, qardaşlarım, Əhl-i Beyt aşiqləri, İmam Hüseyn aşiqləri. Sizə bu görüntülü videoda bir neçə sətirli şeirimi söyləməkdə məqsədim Vəhabiləri təhqir və onların düz yollarına qayıtmağıdır. Ey mən dinləyənlər, Allah sizə Əhl-i Beyt sevgisini daha da çox artırsın və inşallah Hac, Məşəd və Kərbəla ziyarətlərini nəsib eləsin. Qoy deyim Vəhabi, bunu bilginən, bir qələm nədir ki, qiyməti yoxdur. Amma bax dediyim, gör hardan gəlir, bu əli eşqidir, qiyməti yoxdur. Bir kəs ki, namusun, qeyrətin sata, pul ilə döyüşə, bığını qırxa, sən elə bilmə ki, mən qorxa-qorxa, şeirimi deyirəm sizlərə aid. Mən ondan almışam gücü ilhamı, o İmam Əlidir başımın tacı, Həzrət-i Zəhranın canı, sirdaşı, Peyğəmbər qardaşı İmam Əlidir. Sənin üçün münafiq olsam da belə, qanım halal olsa qətlim vacib, mən şad olaram o dünyada da, Əlidir ömrümün mənası mənim. Səndə nə kişilik, nə də hünər var. Geri dön yolundan, yolunu azmış. Bəsdir uşaqların başını kəsdin. Kişisən, gəl mənlə üzzə danış. Adım Samir, ünvanım da Lənkəran. Səni gözləyirəm döyüşə hər an. Mənə bu ilhamı verən tək insan Həzrət Əlidir, eşqidir onun.